Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair 1-ci dövlət proqramına əsasən Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə Respublikanın müxtəlif ərazilərindən yataqxana, sanatoriya və inzibati binalardan müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə, 158 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. 32-dən sonra vətənə qayıdırıq. Sevincimin həddi yoxdur. Allah prezidentin canını sağ eləsin. Çox sevinirəm ki, vətənimə qayıdıram. 1993-cü ildə çıxmışıq oradan. Şükür Allaha, Ali Baş Komandandan çox razıyıq. Min şükür. 13 yaşımda çıxmışdım, indi ora 5 dənə uşaqla qayıdıram. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Qeyd edək ki, Sarıcalı kəndinə cəmi 184 ailə, 767 nəfər köçürülüb. Fərid Yusifov, Rahib Səfərli, APA TV.